24 saat sadəcə ağ məhsullar yesəz nə baş verər? Bu videoda sizə onu göstərəcəm. Sadiq, səncə bacaracağam? Yox, məncə bacarmayasan. Çünki sən ağartı məhsulları yeyəndə sənin qarnın ağrıyır. Oturursan ağlayırsan az qala. Onda gəl 100 manatdan mərcə girək. Girək. İndidən götürün məncə. Həmişəki kimi bu gün də çox normal başlamışdı. Səhər yeməyində hər kəsin standart yediyi pendir, kəsmik və süd içəcəm. Çörəyimizi belə arasına açırıq. Əsl kənd kişisi kahvaltısı eləyəcəm. Bıçaq yoxdur. Mənim arvadım burada boş yerə yox, boş yerə var. Mənim arvadım burada boş yerə dayanmayıb ki. Götürdü uşaqlar. Hoppa! Kəsmiyim də dadına baxım özüm. Qardaşım özdə şirin kəsmiydi. Davay. Çörəyə çəkirik. Mən kəsmiyi çörəyə çəkirəm, Sadiq də məni çəkir. Bu uşaq düzəlmədi də, Allahın dostu. Pendirimizdən də bu qədər tutam qoyuruq. Oy. Və ən əsas məsələ, günə səhər başlayanda proteininizi almağı unutmayın. Ayda! Xiyar qarışdırdım qaynadılmış yumurta ilə bunu. Sadiq, eləmək istəyirsən? Yox. Həyatda ən zəhləm gedən şey yumurta soymaqdır. Və uşaqlar bu qaynadılmışdı. Qardaşım nəsə qəribə iyi gəlir. Ola bilər Murat, Novruz bayramında rənglənmiş yumurtalardan da qalır. Buna bax. Bu iydən ölüb deyəsən. Həsən o qarışqa yumurtanın iyindən öldü. Bu ürəyim Novruz bayramından qalır. Deyə bilərsiniz ki, bunun içində sarı var. Mən lom deyiləm ki. Sarısını ayırırıq. Sarı deyil axı, ser rəngdədir. Ser nədir? Sadiq Boz kimlərə rəng. qoşulub? Nə danışır? Dostlar, sizlə belə bir deney eləyəcəm indi. Yumurtanın içinə süd töküb içəcəm. Zəhərlənib eləyəsən. Ay Allah, Aytan xala öldürəcək səni. Gəl. Mən bu gözəl səhər yeməyimi evdə yemək istəmirəm. Ona görə biz çox gözəl mənzərəyə baxa-baxa yeyəcəyik. Qəlyanaltı olaraq uşaqlar, yay gəldiyinə görə dondurma yeməyə gəlmişik. Burada qiymət cədvəli var. Pulumuz biraz azalıb deyə ən azı olanı götürəcəm. Yəni ən ucuz olanı. O da bunun altındadır uşaqlar. Bunu götürdüm. Və dostlar, bu ilin ilk dondurması xeyirli olsun. Açığı dostlar, süd, pendir, yumurtadan sonra qarnım bir dənə ağrıyır. Çox pisəm uşaqlar, mədəm çox pisdir bu dəqiqə. Üstünə dondurmada vapşi. Mənim anam heç vaxt dondurmanı dişləyib yeməyə qoymur da, amma ana bağışla məni. Oy! Bildim niyə qoymurmuş uşaqlar. Siz olun, heç vaxt mən niyə dizimi yerə atdım ola? Gördünüz, ananızın sözünə qulaq asmasanız diziniz yerə dəyər. Nəysə bunu yeyirəm. Kağızını da axırda saxlayacağam, Sadiqə verəcəm. Allah yesin. Sən dondurmanın ardın yemək var ha. Arzum etdə mənim. Dostlar, gördüyünüz kimi dondurma içini yedim və qırağı ağ olmadığına görə qırağını Sadiq bəyə verirəm. İyrənmirsənsə, yəni bir dənə çəkim onu. Yox, kim iyrənər ki bundan? Gör nə qəşəng yemisən. Bütün tübürcəyin bu üstündədir. Su olub bu. Qalanını verək toyuqlara da. Hal-hazırda göyərti bölməsinin yanındayıq. Doğruya lazım olan göyərtiləri alacağıq. Xala, zəhmət olmasa bir keçmiş bir şüyd verə bilərsin. Mən tanımıram. Nane. Bir de ne koyun 5 lira. 4 dənə bəsdir. 2 dənə keçmiş şüyddən başqa nə qoydunuz? Ispanaq nanə. Xala ıspanaqla nanə də qoydu biz üçün. Doğruya onlar da qatılır çünki. Çox sağ olun. Dolğa üçün hal-hazırda əsas olan qatıq alacağıq və qatıq bölməsinin yanındayam. Bir banka qatıq 1 manat 50 qəpik uşaqlar. Göyərtilər 80 qəpik verdi, 2 manat 30 qəpiyə gün orta yeməyini həll edirik. Dostlar, mənim köhnə önlüyümü anam tullayıb deyə mən də yenisini aldım. Amma eynisini aldım ki, darıxmayım. Darıxmışsınız uşaqlar bu ilkinsin. Qardaşım, bir dənə mən bulan bağladı. Sizsə videonun bu hissəsinə like atmağı, kanala abunə olmağı unutmayın. İndi möhtəşəm gün orta yeməyi bişirəcəyik. İndi göyərtilərimizi doğrayaq. Nə qarsan yuyaq da onu. Ayım ya. Ay yuyaq. Məsələn sən onun içində nə qədər mikroba sən Düzdür dostlar. mikrob yuvası aldın mənə. Həyətə niyə çıxırıq ilkin? Qardaşım, mən evdə yuya bilmirəm. Qardaşım, klokun içini sunan doldursaq bəs eləyər də. Məncə bəs eləyər. İlkin botlardan da qata, botlardan da qata. At, narahat olma. At, Murat, qoy ora. Sağ, biz həyat otu yeyən uşağıq. Yudun qardaşı. Allah, hər yer bir dənə peçat. Peçat, aha. Qardaşım, təriflədiyim şeyə göz dəymə sürətini görürsən də. Göz dəymədi, sən dəydin ona. Allah, hamamda niyə yuyursan? Kuxnada yu da. Qardaşım, bəs biz hamam uşağıyıq da. Allah, ilkin sən nə mundar adamsan Allah. Xiyarsan sən sudur da, su hamama deyil su. Unitazın içinə salıb yum, Olazar fikirli də var. Qardaşım, kanalizasiya notlarla tutduq.
Oh. Nə almışıq? Keşniş, şüyüd. Vallahi 2 dənə şey istədim, 40 qəpik eləyəcəkdi. Xala ıspanağı bizə soxdu, bir də nanəni soxdu bizə. Çək, alətlərimi çək. Keçən bölümdə dostlar, mən göyərtiləri bu balta ilə doğradım. Yorumlarda yazdınız ki, ala balta ilə göyərti doğrayarlar. Çox üzr istəyirəm hər kəsdən, hamı səhv eləyər. Mən əvvəl elə bildim ki, göyərtini balta ilə doğrayırlar. Ona görə də bu dəfə mişanla doğrayacağam. Dostlar, ən sevdiyim videolardan birini çəkirik. Qardaşım doğra. Qızlar buradan sizə səslənirəm. İndi görəcəksiniz ki, əsl dovğa necə pişir. Mən lom deyiləm ki, bilirəm ki, buralarını dovğaya qatmaq olmasın ki, burada ağ lentlər zadlar var. Ya Allah, getdi uşaqlar. Boşalt. Əla, dünyanın ən gözəl dovğasını eləyəcəm. İçin doğaya bu qədər göyərti vururdular. Qardaşım, göyərti xeyirdir, xeyir. İndi qatığımız anı. Qatıq. Gəl bura, qatıq. Davay da. O niyə? Allah, mişarımız şey oldu, alətimiz qatıq oldu. Əllə qarışdırırsınız. Qızlar, baxın. Özüm ölüm deyirəm uşaqlar, bunu yeyəcəm. Yorumlarda yarandan duyar kasmayın, yazmayın ki, israf eləyirsən. Yeyəcəm hamısını, görəcəksiniz. İçin bu dəqiq doğadı, bu içiləcək yoxsa bilkayla yeyəsən? İçiləcək. Su da qatmalısan da, bilirsən də. Su da qatmalıyıq. Əllərimi ara silim. Onları nə silim? Yo. Ayda. Qoymurlar da mən rahat işləyim də. Badımcan da qataq Sadiq. Olar. Onun de yaşlı hissəsini qataq da. Gül kimi doğru eləmişəm, Sadiq içinə pok qoymaq istəyir. Olsun. Və dostlar, tarifimizin ən az hissəsi 1 qrafinka su. İndi əsl doğu olur elə bir bax. Qardaşım yaxşı qarışdırır. Qardaş, mən evdə anam bişirəndə heç görməmişəm doğanın içinə əlini salsın elə qarışdırsın. Ala bu ilkin üsulu da olmadı. Dolma. Doğğa. Başqa kameraman var, heç mən ürəyim bulanır. Yumurtanı da vurardıq yerə. Stosda heyf olmaqdansa. Allah hər yumurtanı da gətir. Amma yetim bu gün orta yeməkdir ya. Dostlar, səhər yadınızdadırsa burada yumurta qırmışdım səhvən. O yumurtanı da götürək. Atdıq onu içine. Nə bilirsən xəstə? Qardaşım fərqi nədir? Mən başa düşmürəm yemək. Hətta danışma. İnsanların yemək anlayışı mən başa düşmürəm. Mən bunu yeyəcəm. Sən 2 manat 30 qəpiyə bax bu. Yandıram altını. Həmişə əlim içində olanda qazı yandırmaq istəmişəm. Oy. Oy. Yanırdım ha. Nəhət olma, vergi ödəyirik, tüplü sigorta vergisi. Dostlar, hər ay YouTube'a görə vergi ödəyirəm, bilirsiniz. Dostlar, indi bu çürüməməsi üçün mən bunu burada qarışdıracam dayanmadan. Qarışdırma, onu döyürsən orada. Sən elə orada ıspanağın biri çox olur. Bax qardaşım, bu çoxdur. Götür də yeyərsən. Bu atıram zibil qabına. Ha, indi əsli özüdür. Yumurta yadıma düşür, biləm bu onu. Sabit olmadı yetim. Allah haqqı, mamam içəri girdi, evə gəldi. Dedi ki, Nə qəşəng doğadan iyi gəlir. Allah haqqı elədir uşaqlar. Amma görüntüsünü gəlib görsə özümə söyləyəcək. Hardan tapdın bunları? Aldım da eləməyim, mən ala bilmərəm. Doğradım özüm mişarla. Heç zaman yolunu içməmiş inşallah dəmir xəstəliyi tutar səni. Dəmir xəstəliyi nədir? Bundan sonra ancaq dəmir yeyərəm. Dostlar, bildik ki, mişarla doğrayıb yeməməlisiniz. Tetanus olarsınız yoxsa. Dostlar, doğramı dünyanın ən qəşəng YouTuberi, ən sevdiyim YouTuberimə baxa-baxa yeyəcəm. 1, 2, 3. Önümüzdəki 10 saatı bu tabutun içində bastırılmış halda keçirdəcəm. Elədiyim ən çılğın şey olacaq. Uşaqlar, mənə içəri bağlayın. Əgər bu videoya baxmamısınızsa, day sizə sözüm yoxdur. Gedin Poln Xod videonu qoşun izləyin. Hazırıq, başlayaq. Ay Allah, bu çox qorxuludur uşaqlar. Dostlar, dovğa ilə bağlı fikirlərimi deyim. Çox qəşəng hissi var, dadı da qəşəngdir. Sadəcə duz qatmaq yadımızdan çıxıb. Dostlar, duzu da qarışqalar basıb. Duzu da tökürük bura. Ala, kuklanı gətir, kuklamı arvadımı gətir. Arvadım yadımdan çıxıb. Necə dovğa eləmişəm? Çox dadlıdır. Dostlar, qoxusuna 10 üzərindən puanım 100-dür. Dadına da 10 üzərindən puanım 10 üzərindən 7. Sadiq, baxmaq istəyirsən dadına? Yox, lazım deyil. Al, orada da sənsən. Bu yox ki. Bax Sadiq, bax özünə. Ayda. Sadiq, bax özünsən. Nə var mı? Öyle birisi o video çəkəndə bilməyib YouTube'a çək. Gizli çəkiliş zad elə bir o. Və dostlar, hava qaralmağa doğru gedir. Ayran aldım günorta yeməyi ilə axşam yeməyi arasında. Hava risk küləkləşdi deyə kurtka geyindim. Ayran da soyuqdur. Gəlin oturaq içək. Biraz da sizinlə dərdləşmək istəyirəm yenə. Bir yerdəki balaca daş elə bilmən üçün qoyublar ki, telefonumu belə söyküyüm. Oturun burada videomu çəkim. Hava bumbuzdur, bu ayran da bumbuzdur. Kaso yemeği niye dağıttım? Valla ayran uçur. Dostlar, bugün düz 12 gündür hər gün video atıram, amma saçım nə qədər çoxdur. Saçımı kəstirməyə vaxtım yoxdur. Anam dünən dırnaqlarımı güclə özü tutdu ki, sən tutan zibil deyilsən.
Dostlar, mən şükür edirəm ki, video çəkə bilirəm. Şükür edirəm ki, hər gün montaj eləyə bilirəm. Şükür edirəm ki, 12 gündə hər gün video atmışam. Və amma qorxuram. Qorxularım silah deyil bu dəfə. Çünki qorxuram ki, hər hansısa bir gün ara verərəm və sizə verdiyim sözü tutmamaq məni çox pis hiss elətdirər. İzlənmələrimiz günü-gündən qalxır və bu da məni çox xoşbəxt edir. Sizi çox sevirəm dostlar. Dünən əsas o Qarabağın oyununda məni o qədər tanımaqları dünənki videoda yox, ondan qabaqki videoda. Soğuq dəlicə bir şeydi uşaqlar. Özümdə güc zəhərlənməsi hiss elədim. Əvvəlki İlkin Feyziyev olsaydı o videonu çəkəndən sonra 1-2 həftə falan video ata bilməzdi. Amma bu İlkin Feyziyev atır. Bu dəfə hamıya sübut eləyəcək ki, biz bacarırıq. Amma hansısa günü atmasam, yorumlarda mənə söyməyin ki, bacarmadın, yenə bizə dediyini eləmədin falan. Belə şeylər deməyin mənə. Mən sizi çox sevirəm, amma bacaracağam bu dəfə. Hava soyuqdur, çox dərdləşə bilmirəm. 12-ci gün belə keçir. 25-ci ya da 20-ci gündə inşallah böyük bir dərdləşmə eləyərik. Dostlar, mənim əllərimi bağlayıb bu stula otuzdurdular. Axşam yeməyini məcbur mənə Sadiq burada yedizdirəcək. Çünki anam deyir ki, mən ətrafı çox dağıdıram. Heç mən evi dağıdıram uşaqlar, heç dağıdıram. Ağappaq aşıyacam uşaqlar. Yağız adı yoxdur ha bunun. Yaxşıdır. Atsana. Acam qardaşım, mən istəyirəm bütün günlə normal şey olsun. Ben yedizdir də. Boğazım var, kırkdəyimə soxardım. Gəl. Kırkdəyimə soxdu qaşığı, boğazımdan gətirdi. Hələ də onun burnundan gəlsin yenə deyirlər ala. Yedin deyənə. Burnundan gəlsin səhv sözdür, boğazından gəlsin. Davay. Belə videolardan daha çox gəlmək üçün like atmağı, kanala abunə olmağı unutmayın. Abunə olun uşaqlar, abunə olun, abunə olun, abunə olun, abunə olun. Sağ olun. Dostlar, mən bu videonun sonunda sizə sübut eləyəcəm ki, videoda olan heç nəyi israf eləmirəm.